Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün hədəf nəşrləri biologiya test toplusundan ontogeniz bölməsindən 67-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, bir fərdin cinsiyyət hüceyrəsinin bölünməsi zamanı anafaza 1-də autosom xromosomların sayı 52 olmuşdur. Bu fərdin yetişmə zonasının əvvəlində bölünən hüceyrələrin xromosom, xromatid və DNT molekullarının cəmini tapın. Bildiyimiz kimi birinci meyozun anafaza mərhələsində xromosom sayı artmır. 2 xromatidli xromosomlar qütblərə çəkildiyi üçün. Yəni xromosom sayı 2n-ə bərabərdir. Demək, burada əgər autosom xromosomu 52-dirsə, 2 dənə də cinsiyyət xromosomu var. Yəni 54-ə bərabər olur. 2n-imiz 54-ə bərabərdir. Amma bu fərdin yetişmə zonasının əvvəlində bölünən hüceyrənin parametrləri bu cür olur. Xromosom sayı 2n, xromatid sayı 4c, DNT miqdarı isə 4d-yə bərabər olur. 2n-imiz 54-ə bərabərdir. 4c 108-ə, 4d də 108-ə bərabər olur. Bunların cəmi isə 54 üstəgələk 108 üstəgələk 108. Cəmi olur 270. Demək, bu fərdin yetişmə zonasının əvvəlində bölünən hüceyrələrin xromosom, xromatid və DNT molekullarının cəmi 270-ə bərabər olur. Doğru cavabımız olur C variantı.